Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər. Qlobalaz Baku.WS istinadən xəbər verir ki, qəsəbədə yerləşən A Zeynallı küçəsi 35 ünvanındakı bir A sayılı bina, A Zeynallı küçəsi 37 ünvanındakı 2 A sayılı bina, MS Ordubadi küçəsi 15 ünvanındakı 3 sayılı bina və A Zeynallı küçəsi 37 ünvanındakı 4 A sayılı binanın sökülməsi nəzərdən keçirilir. Mövzu ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə müraciət edilib. Qurumdan bildirilib ki, sözügedən ərazi üzrə müvafiq investisiya təklifləri daxil olduğu və investorlar tərəfindən maraq göstərildiyi təqdirdə məsələyə baxıla bilər. Hazırda isə həmin ərazidə dövlət tərəfindən söküntü işlərinin aparılması nəzərdə tutulmur. Qeyd edək ki, əvvəlki illərdə kvadrat metr üçün təxminən 1500 manat səviyyəsində olan ödənişlər hazırda Bakı üzrə orta hesabla 2700 manat civarındadır. Lakin bu rəqəm bütün ərazilər üçün eyni deyil.